Qoxusu möhtəşəm. Bu gün sizinlə umacılı pirog hazırlayacağım. Reseptə keçək. Tam çəkməsəm də ətrafı çəkmişəm. Herkese salam. Uzun aradan sonra mən gəldim. Kızlar, bugün evə umacılı pirog eləyəcəm. Pirog çək istəyim, nə deyim bilmirəm. 2 dəfə eləyəcəm. 4 stəkan unu elədim qəşəng. Malzemeləri çıxardım, nələr qatacağım, necə bişirəcəm, hamısını bölüşəcəm sizinlə. 2 stəkan belə peso əlavə elədim. Çərə yağı olmadığı üçün möcüzə yağından istifadə edəcəm. 250 qram belə çərə yağı əlavə eləyib umaç halına gələnə qədər əlinizdə yoğura bilərsiniz. İndi göstərəcəm. Baxın, mən yağı biraz az edəcəm. Özüm üçün eləmirəm. Belə çəkiyorum. İndi qatışdıraq da belə qatışdırmaq deyirəm. Görürüz, umaç halına gətirdim. Mən bunu qəşəng yoğurum. Mən möcüzə yağından istifadə edirəm, xoşum gəlir. Adamlar xoşu gəlmir, ona görə çərə yağı istifadə edə bilərsiniz. Həm çəkib, həm də eləyə bilmirəm, bir dənə gözlüyün qızar. Dadına baxdım, o qədər gözəl dadlıdır. Həqiqətən bunu neçə vaxt hazırlamaq istəyirəm. Hər belə deyim də, yeyəndə deyirəm, görəm bunu necə hazırlayır. Bizdə ən çox rayonda hazırlayırlar, Ağdaş rayonunda. Doğdu deyək, bilmirəm. Bu, qabartma tozu. 1 ədəd vanil. 4 ədəd yumurta aldım. Çət yumurta sosu alıb qəşəng olur. Sonra 1 stəkan yağ. Uşaqlar orada bir-birini qırırlar. Qəşəng indi qatışdıracağım. Xamır qıvamına gələnə qədər. Qatışdırım. Təkəldən qatışdıra bilmirəm. Baxın qızlar, qəşəng qatışdırdım. Miksersiz istifadə eləmədim. Umacı da qoyuram qırağa. Pişənə yaxın üstünə səpəcəm. Bu umaclı pirog gedir. Məncə çaydan içməyə sadə qəşəng çeks. İstəyirəm ki, bundan da qalmayayım. Bir dənə də ıslaq çeks eləyim. Süt almışam çünki. Volkanı yandırdım. Bunu qəşəng belə qaba tökdüm. Prosto bunu bilmirəm, indi töküm yoxsa sonra töküm, onu tökürəm. Bir dənə gözəl qoxusu var. Allah hamd olsun. Evi iyi bürür. Hələ pişirməmişəm amma. Çox qəşəngdir. Nə getdi? Bir dənə yumurta, vanil, qabartma tozu, peso, un, hamının evində olan şey, qato, şu. Hatta mən süt satda almışdım, ondan lazım olmadı. Bildiniz də necə eləyirsiniz? Peso, 2 stəkan, 4 stəkan un, 1 stəkan 200 ml yağ, qəşəng qatışdırırsınız, elə umac olur. Uşaqların əlinə nasıl çəkə bilmirəm. Islaq keksdə dedim eləyim. Deməli 4 yumurta, 1 stəkan 200 ml peso. İndi bunu 7-8 dəqiqə qatışdıracağım qəşəng. Ondan sonra nələr əlavə eləyəcəm, onları paylaşacağım. O biri pirog da pişir. Uşaqların əlindən çəkə bilməm. Bilmirəm, telefona hara qoyum ki, çəkim. Belə. Ne kadar bunu qəşəng qatışdırdım. Bu arada kızlar, bacım istər deyə pişirəm. Nə vaxt nasıl evdə belə şeylər pişirəm. Pesoqdan yumurtanı qəşəng qatışdırırlar. Ağarana qədər. Yanıq qoxusu gəlir burnuma. 1 stəkan süt əlavə elədik. 1 stəkan yağ.
bir şey. Bunları da bir dəqiqə belə karıştıram. Karıştırma ihtiyacı yoxdur. Çəkmək yadımdan çıxdı. 3 qaşıq kakao əlavə elədim. Ondan sonra vanil, qabartma tozu, belə bir stəkan un. Bunu qaşıqdan qatışdırıram, mikserdən çalmayacağım. Çünki onda az qabarır. Birazdan da süddən kakaonu üstünə tökmək üçün hazırlayacağım. Bəzi insanlar şokolad əriyib tökür, tortladır onda. Onu da eləyə bilərsiniz. Şokolad əriyib tökə bilərsiniz üstünə hazır olandan sonra. Yəni sousunu tökəndən sonra üstündən bir qat da şokolad əriyib tökə bilərsiniz. Mən banan düzürəm. Şokolad almamışam, yadımdan çıxıb, amma bir gün eləyəcəm, paylaşacağım. Qızlar, bunu da belə qəşəng qatışdırıram. Qatılığına baxın. Mən təzə evləndə qızlar o qədər maraqlı yeməklər düşürərdim. Təzə. İndi Murad ancaq diyet, idman, yemir belə şeylər. İstəyirəm biraz da onu əlavə edin, nə deyirsiniz? Bir stəkan əlavə elədim. Biraz da əlavə edeyim. Qızlar, pirog bu haldadır. Hələ pişməyib tam. Amma yanıq qoxusu gəlir. Bazı gəlib baxır deyirəm. Bu nədir mama? Miran gəl bura. Miran bura gəl. Deyəm bu nədir mama? Yəyəsən bunu? Yanarsan ha gözlə. Hə? Yox. Mən göstəreyim biraz. Gözlə. Deyəm bu nədir mama? Yanarsan. Pisin ye, hə? Mən də göstər. Yanarsan. Yanarsan, qaynardır. Bir anda mən göstər. Qızlar, mən bu tufokkanın dilini bilmirəm. Gedim o birisində pişim. Gözləmirəm. Ayşən, çevireyim o yüzden gözüm. Mənim qabımın ölçüsü biraz böyükdür. Yəni, çox böyükdür. Buna süd zat tökməliyəm, axı soğuz zat. Hər nəsə, bu nazik olacaq, bilirəm. Gərək mən bundan balacasını alım. Məndəki çox böyük ölçüdür. Nəsə, mən bu tufokkam həm qabları böyükdür. Məni heç vaxt yarıtmırdım. Qızlar, bunu belə tökdüm bu halda. Bir damcı onu elədim, qatışdırdım. Bu topa qalanlar şeydir, kakaodur. Fikir verməyin buna, belə olmalıdır. İndi sütünü hazırlayaq. Necədir, yaxşıdır? Yaxşıdır. Şeydir. Bunu bu qaba əlavə elədim. Bura soğuzu üçün 4 qaşıq kakao, 200 ml-dən yarım, 150 deyək də, peso. İndi süt də əlavə elədim. 200 ml də süt, qəşəng. 200 ml tökəcəm sütə. Bir də yarım atça tökəcəm. Bir stəkan tökəcəm. Buradan da bir dənə də tökəcəm süt. Bunu da bu şəkildə bir stəkan süt əlavə elədim. Bir stəkan da yarısından bir süt əlavə edim. Evdə o qədər səs küyü var ki, axırda səsi kəsdim. İstədim ki, özüm belə səsləndirməliyim. Resept düpbədüzdür, qıza hazırlaya bilərsiniz. Prosto mən belə deyim, padurkam gildə pişəndə çox qəşəng pişirirəm. Qabımın ölçüsü düzgün olmadığı üçün ona görə belə nazik alına bilər, amma yaxşı qabarıbdır. Biraz da altını yandırmışdım. Islaq keksim düzəyə hazırdır, qəşəng qabarmışdı. İstədiyim kimi çıxdı. Bunda qətiyyən yanma olmadı. Qəşəng bananlarını üstünə qəşəng doğradım. Şəkər pudra əgər evdə yoxdursa, pesoğu blenderdən edib hazırlaya bilərsiniz. Su birindirlər olur ya, onlardan. Belə salfanın ağzına keçirdirsiniz. Bilməyənlər üçün qeyd edim ki, şəkər pudra stabiləsi mən almışdım deyə. Qəşəng bananı da doğradım. Ortalığın gününə baxın, qoxunan. Gecə yeməkləri hazırlayasan, amma qabları sən yumyasan, qoxunan nə gündədir. Burada da uşaqlar evi bəzəyir, bilmirəm niyə. Bekarçılıqdan.
Miran burada 3-cü proqu yeyir uje. Arada deyirəm Miran üçün hazırlayım. Çox sevdi. Oynayırlar ki, şey dadlı yeyir. Əslində uşaqlara belə ev usullu piroqlar pişirsə daha yaxşı olar. Amma nə bilim, biraz yanıbdı, yenə də göstərəm. Bacı sağ olsun qabları yudu. Islaq çəkisimiz də burada soğudu. Burada qoyum, qazın gözünüzə söz sürtərəm. Çox yoruldum, Allah ayaqlarım ağrıyır. Bu arada 3 bacı dolması da pişirmişim. Görsən yenə. Eləmə. Get buyursa. 3 bacı dolma. Yemək istəyirsən? Atlama hazırlamışam. 3 bacı dolması. Kızlar yığışdırdım, qabları yerləşdirdim. Bunları deyirəm, yum çay dəsmalası. Qaralara attım, ağları sərdim. Bu qədər. Yoruldum. Yine özümü belə olub. Bu arada 5-ci günü əməliyyata gedirəm.